Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Kodera Test Bankında alqoritm bölməsinə aid olan belə bir suala baxırıq. Deməli, sual bu formadadır. Alqoritm icrasından sonra A dəyişəninin qiymətini müəyyən edin. Deməli, burada görürsünüz A-nın deməli, ilk qiymətini 9 vermişdir. Bizdən son qiyməti istəyir. N-in ilk qiymətini 2 vermişdir. Nə qədər ki N kiçikdir 395 olarsa dövrün gövdəsi icra olunacaq. Yox, əgər n böyük bərabərdir 395 olarsa dövrdən çıxış baş verəcək. Yəni bu vəziyyətdə dövrdən çıxır. Biz belə deyək də özümüzdən yenə belə deyək də addımların sayını tapmaq üçün bir dəyişən daxil edəcəyik. Yəni mən K dəyişəni daxil edirəm addım sayını tapmaq üçün. Və buradan deməli n-in qiyməti deməli 395 n ilə müqayisə olunur. N-in də qiyməti hər dəfə 9 artır. N-in ilk qiyməti 2-dir. 2 üzərinə əlavə edirəm 9 vurulsun K, bilmirəm də. K nədir? Neçə addım saydır? Deməli böyük bərabərdir 395-dən. 9K böyük bərabərdir 395-dən 2-ni çıxdıqda 393 olacaq. 393-ü 9-a böləndə deməli 43-dən %66 eləyir. Biz də burada K-nı 44 götürəcəyik. Yəni 44 addım saydır. 44-cü addımdan sonra dövrdən çıxış baş vermişdir. Və A-nı tapaq. A bərabərdir A plus 3. Daha doğrusu 3K. Və burada A-nın ilk qiyməti 9 olmuşdur. Üzərinə əlavə edirəm 3-ü vurulsun 44. Bərabərdir. 9 üzərinə gəlsin. 3 dəfə 4, 12. Deməli, 3 dəfə 4, 12, o da 1, 132. Üzərinə də 9 əlavə etdikdə cavab olacaq 141. Deməli, cavabımız oldu 141. Deməli, sualın izahı ilə bağlı nəsə qaranlıq məqam olsa rəy bölməsinə yaza bilərsiniz. Cavablandıracağım. Dərslərimizlə bağlı ətraflı məlumat əldə etmək istəsəz 050 515 73 66 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.